Esselamu Aleyküm və Rəhmətullahi və Bərəkət. Əziz və dəyərli müsəlmanlar, dəyərli bacı və qardaşlarım, dəyərli dinləyicilər, ilk öncə özümə, sonra sizin hər birinizə uca və böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsihət edirəm. Həqiqətən uca və böyük olan Rəbbimiz mübarək kitabında buyurur ki, sizin ən hörmətliniz Allahın dərgahında Allahdan ən çox qorxanınızdır, yəni təqvalı olanınızdır. Uca və böyük olan Rəbbimizdən qorxmaq, təqvalı olmaq, Allah Subhanahu wa Taala'nın üzərimizdə olan əmrlərini yerinə yetirmək, nəyi ki bizlərə qadağan edibsə, nədən ki çəkinməyi, uzaq durmağı əmr edibsə, o şeylərdən çəkinməklə bu sifəti qazanmaq olar, yəni təqvalı olmaq olar. Övliyaların kəraməti barəsində növbəti bir videomuzdur. Hər birinizdən hər zaman olduğu kimi paylaşmağı, bölüşməyi yaddan çıxarmayın. Nə qədər çox insanlar bu videolardan xəbərdar olarsa, bir o qədər də insanlar bu günahlardan, bu yalançı din və İslam adı altında insanları, xurafatları, sürükləyənləri tanımış, onların yalanlarına uzaq olmuş olarlar. Bu videoda sıravi və cahil müsəlmanların Allahdan qeyrisinə ibadət etdikləri, yəni şirk olan yerlər, yəni Türkiyədə bu yerləri türbələr deyirlər, hansı ki salih insanların dəfn olunduğu yerlərdir. Bizdə isə bunlar pirlər, ocaqlardır, hansı ki iddia edirlər ki, bu yerlərdə salih insanlar yatır və insanlar öz ehtiyaclarından ora gəldikləri zaman, yəni o qəbirlərdən, övliyalardan, o salihlərdən istədikləri zaman şəfa tapırlar, ruzi qazanırlar və s. kimi xurafatlar nə edirlər? İnsanlar arasında yayırlar və insanları Allahdan qeyrisinə ibadət etməyə çağırırlar. Mən istəyirəm ki, biz bu videoya baxaq, dəyərli dinləyicilər. Sonra biz Allahın kitabından və Peyğəmbəri Muhammed sallallahu aleyhi ve sellemin sünnəsindən Allaha şərik qoşmaq barəsində hansı sözlər gəlib, onları oxuyaq. Bismillahirrahmanirrahim. Cabbar dedem, şükürler olsun, kurban oldum. Allah bana nasip etti. Evladıma tahliye diledim. Senin vesilenle. İyilerin vesilesiyle Cabbar dede türbesi. Teşekkür ediyorum evladım. Evladım tahliye oldu. Şükürler olsun elhamdülillah. Rabbime şükürler olsun. Evladım tahliye oldu. Mum adadım, adak adadım. Yapmaya geldim Cabbar dedem. Allah korusun. Qardaşlar, dəyərli dinləyicilər. Sözsüz ki, bu ananın etdiyi cahilliyindən, İslam dinini bilməməzliyindən və yaxud da orada olan dindarların, hansı ki özlərini İslama nisbət edirlər, özləri müsəlman və dindar, alim, bilikli sayır, onları, yəni bu cür nə yaşlı insanları məlumatlandırmamaları, İslam dinini doğru düzgün şəkildə çatdırmamaları səbəb. Biz bunu bu cür də anlayırıq. Çünki bu cür insanlar Allah Taala'nın İslam dinini və peyğəmbərləri nə üçün göndərdiyini, hansı səbəbə göndərdiyini bu insanlar hələ də anlamayıblar. Nə qədər ki bunlar Allaha iman etdik desələr də, Quran-ı Kərimə iman etdik desələr də, Peyğəmbəri Muhammed sallallahu aleyhi ve sellemə iman etdik desələr də belə. Görürsən ki, insanlar Allahın və Peyğəmbərinin qadağan etdiyi ən böyük və ən çirkin bir zülm edirlər. Hansı ki Allaha şərik qoşmalıdır. Hansı ki bütün peyğəmbərlər davaları öz qövmləri ilə buna görə idi. Ki insanlar daşa, ağaca, bütə, övliyalara, pirlərə, ağaclara, ocaqlara ibadət etməsinlər, onlara qul olmaqdan çıxıb Allaha qul olsunlar deyə göndərilmişdi. Bütün peyğəmbərlərin məqsədi bu idi. Və onlar elə bir əməl edirlər ki, hansı ki Allah Subhanahu wa Taala o günahı bağışlamır. İnsan zina edə bilər, içki içə bilər, oğurluq edə bilər, adam öldürə bilər. Lakin təsəvvür edin ki, bu saydıqların bu günahlar var, hansı ki böyük günahlar sayılır. Bu günahlar Allahdan qeyrisinə ibadət etməyə və Allahdan qeyrisinə çağırmağın yanında aşağıdır. Yəni günah dərəcəsinə görə Allaha şərik qoşmağın yanında aşağıdır. Subhanallah. İndi siz təsəvvür edin ki, Allaha şərik qoşmaq nə boyda zülmdür. Ona görə də Loğman əleyhissalam Allah Taala Loğman surəsində Quran-ı Kərimdə bizə xəbər verir, oğluna nəsihət edərək deyir: "Ey oğlum, Allaha şərik qoşma."
Subhanallah. Çünki şirk ən böyük zülmdür. İndi baxın İbrahim əleyhissalam necə öz qövmünü, necə atasını Allaha ibadət etməyə çağırır. Bilirsiniz ki, İbrahim əleyhissalamın atası büt düzəldən idi və həmin qövmdə idarəçi idi, başçı idi. Nə zaman ki İbrahim əleyhissalam onların bütlərini sındırır, bir dənə böyük bütü saxlayır, baltanı da asır boyundan və onlar gəlirlər deyirlər ki, bəs bizim bütləri kim sındır və şübhələnirlər İbrahim əleyhissalamdan. Çünki o qatılmırdı onların bayramlarına, o bütlərlə bağlı olan bayramlarına. Onlar gəlirlər İbrahim əleyhissalamdan soruşanda, İbrahim əleyhissalam deyir ki, gedin o böyükdən soruşun, o sizə onlar da məhtəl qalırlar ki, biz o böyükdən necə soruşaq, onun dili ağzı yoxdur, cavab verə bilmir. İndi kimsə düşünə bilər ki, axı orada Kamal qardaş heykəldən söhbət gedir. Bu cür nə salih insanlardan, qəbirlərdən yox. Fərq etməz. Fərq etməz. Allah Subhanahu taala Qurani Kərimdə həmçinin də bu cür nə salih insanların qəbirlərini bütləşdirənlərdən də söhbət edir. İndi ona da toxunacaq. Yəni bütün bunlar Allaha şərik qoşmaqdır. Ona görə İbrahim əleyhissalam Allah Subhanahu taala deməli Zuhruf surəsi 26-27-ci ayətlərində görünəcək. Bir zaman İbrahim əleyhissalam öz atasına və qövmünə belə dedi: "Mən sizin ibadət etdiklərinizdən uzağam." Yəni bu nə deməkdir, dəyərli dinləyicilər? Mən sizin ibadət etdiklərinizdən uzağam. Yəni la ilahə. Yəni la ilahə illallah kəlməsi iki hissədən ibarətdir. Birincisi inkar, sonra təsdiq. Yəni İbrahim əleyhissalam mən sizin ibadət etdiklərinizdən uzağam inkar etdi. Atasını, onun qövmünün ibadət etdiklərini. Sonra nə deyir İbrahim əleyhissalam? Yalnız məni yaradandan başqa. La ilahə illallah. Yəni təsdiqləyir ki, mən yalnız Allaha ibadət edirəm. Allahdan başqa heç kəsə çağırmıram. Allahdan başqa nə qəbir, nə ağac, nə pir, nə daş, nə türbə, nə övliya, nə heç nə. Bir dənə Allahı qəbul edirəm. Allahu Akbar. Bu necə də gözəldir. Ona görə də dəyərli dinləyicilər, tövhid məsələləri, ona görə də biz bu qədər tövhid məsələlərinə daha çox önəm veririk ki, insanlar tövhidi öyrənsinlər. Çünki insanlar tövhidə müxalif, zidd olan əməlləri, şirki öyrənsinlər. Və sonra nə deyir İbrahim əleyhissalam? Yalnız məni yaradandan başqa, şübhəsiz ki, o məni doğru yola yönəldəcəkdir. Və sonra İbrahim əleyhissalam özü üçün və övladları üçün dua edir. Məni, ya Rəbbi, və övladlarımı bütlərə tapınmaqdan qoru, uzaq et. Allahu Akbar. Çünki İbrahim əleyhissalam şirkin, Allaha şərik qoşmağın, Allahdan qeyrisinə ibadət etməyin nə boyda zülm olduğundan İbrahim əleyhissalam bilirdi. Allah Taala'nın bağışlamadığı yeganə günah varsa, dəyərli dinləyicilər, o da bax budur. Şübhə yoxdur ki, Allah özünə şərik qoşanları əfv etməz. Ayətə baxın. Lakin istədiyi şəxsə bundan başqa olan günahları bağışlayar. Deməli, zinadır, içkidir, oğurluqdur və s. Günahlar qeybətdir, nəmmamlıqdır. Bunları Allah Subhanahu taala keçə biləcək, bağışlaya biləcək. Lakin Allaha şərik qoşmağı yox. Çünki sən birbaşa Allahın haqqına girmiş olursun. Bəs yaxşı, İslam Peyğəmbəri Muhammed sallallahu aleyhi ve sellem öz qövmü ilə nəyə görə mübarizə apardı? Yəni Allah Rasulü sallallahu aleyhi ve sellem öz qövmünü niyə görə dedi ki, la ilahe illallah, və onlar da çıxdılar ona qarşı. Çünki Məkkədə, Kəbədə, bugünkü bildiyimiz o Kəbə, 360 dənə büt var idi. Və o hər bütün də öz vəzifəsi var idi, öz işi var idi. Biri yağış işinə baxırdı, bir ruzi, bir övlad verirdi. Və Allah Rasulü Məkkənin fəthi günü gəldi, bir-bir onları aşırtdı və dedi ki, haqq gəldi, batıl yox oldu. Çünki batıl yoxluğa məhkumdur. Ona görə də, dəyərli dinləyicilər, özünüzü, yaxınlarınızı, yaxın əyanlarınızı, qohum əqrabanızı tövhidə çağırın. La ilahe illallah kəlməsini doğru düzgün başa düşməyə çağırın. Bu çox önəmli bir məsələdir. Yəni bu olduqca önəmli bir məsələdir. Baxaq növbəti bir videomuza, ardınca inşallah yenə də danışacağıq. Mekanın cennet olsun Cabbar dedem. Senin vesilenle. Ölü ve doğar.
keçdim buradan müşbət bildirilən buradan keçdim müşkəçəm. Bir-iki sene kesmiştim ama bu il 27 keçəcək. Keçəcəm, amma Allah qoysa. Gördünüz değerli dinleyiciler. Vallahi ki biz indi buna bir gülünç tərəfdən bir baxa bilərik. Lakin bu gülünç bir məsələ deyil. Bu insanların Allaha şərik qoşmalarıdır. Hansı ki elə bir şirk, elə bir əməl edirlər ki, hansı ki Allah Subhanahu taala qadağan edib onu etməyi, bu əməli. Peyğəmbər sallallahu əleyhi və səlləm bütün peyğəmbərləri, nəinki Allahın Rəsulü, bütün peyğəmbərlər öz qövmləri ilə bax buna görə döyüşüblər. Buna görə vuruşublar. İnsanlar daşlara, ağaclara ibadət etməyi tərk etsinlər. İnsanlar tək olan Allaha ibadət etsin. Ona görə də Qureyş, Allah Rəsulü onları la ilahe illallah kəlməsinə çağıranda onlar nə dedilər? Dedilər, sən istəyirsən ki, biz bütün bu ilahlarımızı buraxaq, bir dənə tək Allaha ibadət edək. Onlar la ilahe illallah kəlməsinin nə məna kəsb etdiyini bildilər. Ona görə dedilər ki, yox, biz səninlə vuruşacağıq, yəni biz buradan pul qazanırıq. Bu xurafatlar, bu cür nə şeytani ocaqlar, yerlər açmaqla pul qazananlar var. Hansı ki, insanların dini bilməmələrindən istifadə edərək, ora cəlb edərək pul qazanan insanlar var. O pirlərdən, o ocaqlardan, o türbələrdən. Bizim də cəmaatımıza, bizim də millətimizə səslənməyimiz ona görədir ki, yəni tövhidi öyrənin. La ilahe illallah kəlməsini öyrənin. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm səhih hədislərində buyurur ki, gecə və gündüzdür Lat və Uzzaya ibadət edilmədikcə, yəni qiyamət qopmaz deyir. Başqa bir rivayətdə gəlib ki, Zul-Xüləsə Dovus qəbiləsinin cahiliyyə dövründə ibadət etdiyi bütdür. Və mənim deyir, o qövmüm Dovus qəbiləsi yenidən qayıdacaq o deyir. O bütə, ona ibadət etməyə. Bu adlarını çəkdiyim Latdır, Uzzadır, Zul-Xüləsə, Dovus qəbiləsinin bütü. Hansı ki, bunlar Peyğəmbər sallallahu əleyhi və səlləm və ondan öncə yaşamış müşriklərin ibadət etdikləri bütlərin adları idi. Necə ki, bizdə ziyarətgahlar var, adlarla tanınır. Yəni, özünüz də bilirsiniz. Eyni qaydada o vaxtda da var idi bu cürmə yerlər. Və orada olan insanlar iddia edirdilər ki, orada olanlar salih insanlardır və sizin ehtiyaclarınızı qarşılıyor. Və insanlar axın-axın gəlib oradan övlad istəyən, şəfa istəyən, ruzi istəyən kimi gəlirdi. Bugün də bizdə də baxın, ziyarətgahlara nə qədər Allaha, Peyğəmbərə, Qurana inanıram, iman edirəm deyən müsəlmanlar, cahil müsəlmanlar gəlir. Və Peyğəmbər sallallahu əleyhi və səlləmin sözləri həqiqətdir ki, yəni burada söhbət qardaşlarım, kitab əhlindən getmir, Yahudidən, xaspərəstdən getmir, söhbət müsəlmanlardan gedir. Hansı ki, Allaha və Peyğəmbərə, Quran-ı Kərimə iman etdim deyən müsəlmanlar, hansı ki, cahilliklərindən, bilməməzliklərindən və yaxud da kimsə bilərəkdən ticarət obyektini açıb, insanlara nə edir? Allahdan qeyrisinə ibadət etməyə çağırır. Allahu Akbar. Bu necə də böyük bir zülm, necə də böyük bir haqsızlıqdır. Başqa bir hədis ayətdə Allah Subhanahu taala Nuh əleyhissalamın qövmündən danışır. Və Nuh əleyhissalamın qövmündə salih insanlar var idi. Və öz tabiçiliyində olanlara dedilər, öz tanrılarınızı, ilahlarınızı tərk etməyin. Xüsusilə Vəddi, Suvayı, Yəqusu, Yəuqu və Nəsri atmayın. Bu adlar kimlərdir, dəyərli dinləyicilər? Bunlar hamısı Quran-ı Kərimdə keçir, Nuh surəsi 23-cü ayətində. Bunlar hamısı salih insanların adlarıdır, hansı ki, vaxtı ikən salih əməli salih olmalarıyla tanınıblar. Lakin dünyalarını dəyişdikdən sonra illər ötdükcə şeytan o qövmün cəmaatını aldadaraq onların qəbirlərinin üzərində ibadətgah tikir. Pirlər, ocaqlar tikdirir və insanları bu videoda gördüyünüz kimi onların qəbirlərinə ibadət etməyə yönəldi. Nəsirdir, Yağuzdur, Suvaqdır və s. Nəsridir. Bunlar salih insanlar olmalı, dəyərli dinləyicilər. Sonradan şeytan isə onların qəbirlərini Allahdan qeyri ibadət olunan yer edir. Necə ki, İsa əleyhissalam. İsa əleyhissalam Allahın oğlu deyildi. Və yaxud da bəzi xristiyanların həddi aşarı Allahdır deyə söyləmələri kimi deyildi. Çünki Allah Taala Quran-ı Kərimdə bizə xəbər verib. Allah Taala qiyamət günü İsa əleyhissalama deyəcək ki, sən mi insanlara dedin ki, məni də, anamı da Allahla bərabər bir ilah qəbul etsinlər? İsa əleyhissalam deyəcək ki, xeyr, ya Rabbi, mən elə söz deyə bilmərəm. Və xristiyanların İsa'nı Allahın oğlu və Allah sanmaları hamısı danacaq İsa əleyhissalam. Rədd edəcək onları. Deyəcək ki, ya Rabbi, mən də Allahın sənin bir qulunam, əssalam.
Ona görə də bu cür yerlərə getmək, belə bir yerləri ibadətgah etmək, Allahdan qeyrisini ibadət etməyə yönətmək icazəli deyil dinimizdə. Qəti olaraq qadağandır və ən böyük zülmdür. Müsəlman bir kimsə tək Allaha iman gətirirsənsə, onun peyğəmbərinə iman gətirirsənsə, Quran-ı Kərimə iman gətirirsənsə Allaha ibadət et. Bu ən gözəl bir yoldur, ən gözəl seçimdir. Vallahi nə xoşbəxt o insan ki, tək Allaha ibadət edir. Allaha əmanət olun. Esselamu aleyküm və rəhmətullah və bərəkatuhu.